Vay, möhtəşəmdir. Bas buna. Burada ərik, qavalı, badam və üstündə saftali var. Hamısı bir ağacda. Əgər həmsə calaq etmək istəmisənsə, amma bunu asan yolla necə edəcəyini heç vaxt bilməmisənsə, bu videonu diqqətlə izləyin, çünki sənə təkcə calaq etməyi yox, həm də çox meyvəni ağac əldə etməyi göstərəcəm. Bunu isə demək olar ki, heç kim sənə öyrətməyəcək. Bu videoda sənə bütün sirləri göstərəcəm, ona görə diqqətli ol, çünki başlayırıq. Calaq və ya çox meyvəli ağac etmək üçün əsas kimi bu badam ağacından istifadə edəcəyik. Amma sən ərik, qavalı və ya saftalı ağacından da istifadə edə bilərsən. Bu halda badam ağacından istifadə edəcəyik, çünki burada məndə olan budur. Onların hamısı calaqaltı kimi istifadə oluna bilər. Çünki hamısı tumlu meyvə ağacları ailəsinə aiddir və bir-biri ilə yaxşı uyğunluğa malikdir. Bu şəkildə evimizdə olan ağaca görə bu tip calaqları müxtəlif ağaclarda edə biləcəyik. Yaxşı, bəs bu calaq üçün hansı materiallara ehtiyacımız olacaq? Çox sadə materiallara ehtiyacımız olacaq. Bizə bir matkap və kiçik bir burğu dəsti lazım olacaq. Və burada çox vacib bir məqam var. Burğu, qoyacağımız calaq budağının qalınlığına uyğun olmalıdır. Əgər calaq budağı incədirsə, incə burğu istifadə edəcək. Əgər budaq qalındısa, daha qalın burğu istifadə edəcək. Ona görə də kiçik bir burğu dəstinin olması çox faydalıdır. Çünki calaqlar adətən eyni ölçüdə olmur və bu şəkildə hər birinə uyğunlaşa bilərik. Həmçinin adi izolyasiya lentindən də istifadə edəcəyik. Bəli, hamının bildiyi o klassik lentdən. Çünki istəyirəm ki, hər kəs bu calaq etmə prosesini evdə xüsusi materiallar almadan edə bilsin. Bundan əlavə, calaq yerini yaxşı bağlamaq və nəmislik, hava və ya mümkün xəstəliklərin daxil olmasının qarşısını almaq üçün sağaldıcı pasta istifadə edəcəyik. Və əlbəttə ki, calaq edəcəyimiz sortların calaqlarına ehtiyacımız olacaq. Saftali və ya nektarin, ərik və cavalı. İlk olaraq, badam ağacında calaq qoyacağımız yeri seçəcəyik. Bu halda mən bu hissəni seçmişəm. Unutmaq olmaz ki, uc calaq qoyacağıq. Ona görə də onları nə çox yaxın, nə də çox uzaq yerləşdirmək məsləhət deyil. Məqsəd odur ki, calaqlar yaxşı paylansın və hər birinin gələcəkdə cücərməsi üçün kifayət qədər yeri olsun. Həmçinin istiqamətə də diqqət yetirmək vacibdir. Çünki əgər günün ən isti saatlarında birbaşa günəş şüası düşməyən bir yer seçə bilsək, bu çox daha yaxşı olar. İndi isə calaqları hazırlayacağıq. Birinci calaqı götürürük və dibini yavaş-yavaş yomuruq. Məqsəd ona karandaş ucu kimi bir forma verməkdir. Çox incə bir ucu düzəltməyə ehtiyac yoxdur. Amma elə olmalıdır ki, yaxşı otursun və biz matkapla açacağımız dəliyə rahat girə bilsin. Və eyni prosesi digər calaqlarla da edirik. Əsas odur ki, calaqlar möhkəm dursun və porta injektin qabı ilə təmas sahəsi mümkün qədər yaxşı olsun. Calaqları hazırladıktan sonra indi dəlikləri açacağıq. İndi calaqın qalınlığına ən uyğun matkap ucunu seçirik. Sonra isə sadəcə bu şəkildə desiyi açmağa başlayırıq. Dəlikləri acıdıqdan sonra onları təmizləyəcəyik. Kiçik bir su hissəsindən istifadə edib içinə biraz su tökə bilərik. Bu, içəridə qalan yonqar və ya qalıqları çıxarmağa kömək edir və əgər hər hansı bir tikan və ya taxta qalıbsa, onu incə bir tel ilə çıxara bilərik. Məqsəd odur ki, dəlik təmiz olsun ki, calaq rahat girsin və yaxşı kontakt yaratsın. İndi isə calaqları daxil edəcəyik. Birinci calaqı götürüb dəliyin içinə yerləşdiririk. O, bərk girməlidir, amma sinmamalıdır və burada bütün videonun ən vacib detallarından biri gəlir. Çalacın qabığı badam ağacının qabığına mümkün qədər yaxın olmalıdır. Çünki həmin hissədən sirə keçir və birləşmə də məhz orada baş verəcək. Əgər calaq tam ortada və ağacın canlı hissəsi ilə təmas olmadan qalsa, çox güman ki, bu alınmayacaq. Ona görə də onların hər biri öz dəliyinə bu şəkildə yaxşı sıxılmış halda yerləşdirdiyimizə əmin oluruq. Uç salaq yerləşdirdikdən sonra həmin sahəni motorlayacağıq. Yara bağlayan pastanı götürürük və bir firça ilə hər bir calaqın ətrafına çəkirik. Bu, yaraya qorumaq üçün kömək edir. Həmçinin havanın və ya artıq rütubətin daxil olmasının qarşısını alır və ağacın həmin sahəni daha yaxşı bağlamasına kömək edir.
Bundan əlavə, bir çox yara bağlayan pastalar adətən qatran, mum və bəzi hallarda mis əsaslı birləşmələr və ya göbələk əleyhinə maddələrlə hazırlanır ki, bu da yaraları göbələk və digər infeksiyalardan qorumağa kömək edir. Ona görə də xüsusilə calaqlarda hər hansı bir rütubət və ya xəstəlik daxil olduqda görülən isin puç olmasına səbəb ola biləcəyi üçün bu pastalar çox tövsiyə olunur. Bəs yara bağlayan pasta olmadan etmək mümkündürmü? Bəli, mümkündür. Əslində, əgər yara bağlayan pastan yoxdursa, müvəqqəti əvəzləyici kimi biraz aloe veradan da istifadə edə bilərsən. Çünki aloe qoruyucu xüsusiyyətlərə malikdir və həmin sahənin nəm qalmasına kömək edir. Amma heç bir şübhə yoxdur ki, uğur şansını maksimum artırmaq istəyiriksə, yara bağlayan pasta sonsuz dərəcədə daha yaxşıdır və ən çox tövsiyə olunan seçimdir. İndi hər şeyi yaxşıca bərkidəcəyik. İzolyasiya lentini qoturub, calaq olunan hissənin ətrafına bir neçə dəfə dolayırıq. Məqsəd budur ki, calaq budaqları heç tərpənməsin, nə küləklə, nə budağa toxunanda, nə də kiçik bir zərbə ilə. Əgər calaq budağı ilk günlərdə tərpənsə, calaq uğursuz ola bilər. Ona görə də yaxşı bərkidəcək qədər sıxırıq, amma həmin hissəni tam boğmadan. Və indi başqa bir vacib mərhələ gəlir. Kiçik bir istixana effekti yaradacağıq. Bunun ucun plastik torbadan istifadə edəcəyik. Ucu calaq eyni torbaya yerləşdiyinə görə bir neçə torbaya ehtiyac yoxdur. Torbanı ucu çallaq budağın üzərinə çəkirik və izolasiya lenti ilə yüngülcə bağlayırıq ki, yaxşı möhürlansın. Bəs bunu niyə edirik? Çünki bu yolla içəridə rütubəti saxlayırıq və calaq budaqlar hələ ağaca birləşmədiyi müddətdə onların susuz qalmasının qarşısını alırıq. Bu addım çox vacibdir və calaqın uğur şansını xeyli artıra bilər. Bundan sonra isə gözləmək qalır. Növbəti həftələrdə calaq budaqlara tez-tez toxunmaq olmaz. Paketlərin yerində qalmasına, içəriyə çox su girməməsinə, cırma olmamasına və calağın tərpənməməsinə nəzarət etmək lazımdır. Ağacın düzgün suvarılması da vacibdir, amma suyun qolməcə yaratmamasına diqqət edin. Əgər calaq altı güclüdürsə, yeni calaqları bəsləmək üçün daha çox enerjisi olacaq. Artıq bu layihəyə başlayandan təxminən 3 ay keçib və indi hazır ol, çünki görəcəyin şey həqiqətən möhtəşəmdir. Paketlərin içərisinə diqqətlə bax. Bəli, doğrudan da biz buna nail olduq. Biz uğur qazanır. Calaq budaqlar cüzəri və bu da o deməkdir ki, calaq uğurlu alınır. Bundan sonra məhz bu badam ağacında eyni anda müxtəlif sortlar boyayacaq. Bizdə badam olacaq, saftali və ya nektarin olacaq, ərik olacaq və həmçinin gavalı da olacaq. Bunların hamısı bir ağacda. Uzunu desəm, bu mənə hələ də əsl mucizə kimi gəlir. Bir ağacda bir necə fərqli meyvənin boyuması inanılmaz bir şeydir. Və əgər bunu gördükdən sonra hələ də təbiətin heyrətamiz olmadığını düşünən biri varsa, doğrudan da gəlib mənə izah etsin. İndi isə sərlərdə mənə yaz, hansı meyvə ilə sınayacaqsam, yaxud videoda nəsə barədə sualın varsa, onları da aşağıda yaz, sənə kömək edəcəyəm. Əgər video xoşuna gəlibsə, zəhmət olmasa bir like qoy, abunə ol və zəngi aktiv et ki, növbəti videoları qaçırmayasan. Yeri gəlmişkən mənə yaz görün, məni hansı ölkədən izləyirsən. Orada olduğun üçün çox sağ ol. Sizə böyük bir qucaq dolusu salam və növbəti görüşə qədər.